Yığılmasına qulaqcıqların sistolası yığılmanın ikinci adı sistoladır. Qulaqcıqların sistolasını uşaqlar 0,1 saniyə çəkir. Qulaqcıqların sistolası nə qədər çəkir? 0,1 saniyə. Deməli 0,8 saniyənin 0,1 saniyəsini işləyirsə, görün nə qədər dincəlir. 0,7 saniyə qulaqcıq istirahətdədir. Düzdürmü? Bizə elə kürək dayanmır. İndi baxaq. Mədəciklərin yığılmasına isə 0,3 saniyə çəkir. Mədəciklərin sistolası nə qədər çəkir? 0,3 saniyə. Yaxşı. 0,8 saniyənin 0,3 saniyəsini işləyirsə, neçə saniyə dincəlir mədəciklər? 0,5 saniyə dincəlir. Görün nə qədər dincəlir. Deməli, ümumilikdə ürək 0,4 saniyə işləyir. Yaxşı. 0,8 saniyənin 0,4 saniyəsini işləyirsə, o da neçə saniyə ümumi boşalmış vəziyyətdə olur? 0,4 saniyəsini ümumi boşalma fazasında olur uşaqlar. Ümumi boşalma, buna nə deyirik? Diastola fazası deyirik. Uşaqlar, biz ürək siklini hesablamaq üçün düstur verəcəm. Açaq dəftərləri hamı yazsın.